Bismillahirrahmanirrahim. Assalamu alaikum wa rahmatullahi wa barakatuhu. Hörmətli din qardaşlarım, Huzur TV kanalında ailə dərslərini davam etəbiz. Həm bugün yaş ailə turunda həm şuşu yaş ailəyə əti əni qısılsınmı, nəsihətlərin birsinmi? Yaş ailə öz əti ənilərinə öz sərlərin söyləsinmi, yoxmu? Şul turunda sözünü alıb barırız. Cəmiyyət nikah bara, həm nikah vaxtında Hazret Saray en birinci şuşu qız yağından hürmetli qızının əti əniləri siz öz qızınızna şuşu kiyevgə birirgə riza mısınız? Əti əni jilab qaydır ağır bulsa da, yürek erinəsə də, özləri üstürgən qızların, onu en yaratqan qızın, onu aşatqan, oqutqan, kiyindirgən, bütün matur bölüklərin birgən, öz qızların əti ənisi, əyi Hazret, biz riza deyilər. Şunda qız baladan da Saray Hazret, hürmetli tutaş, siz şuşu kiyevgə шығарға riza mısınız? Riza dey. Əyi riza bulup şıqtım dey. Şunda cəmiyyətül müslimin, biz şuşu qızının əti əniləri öz qızımızını şid ailəyə birdik cəmiyyət. Həm şunda əlbəttə qay bir hazretlər işara etib şuşu qızın kiyevgə oturtup qoya, həm aralarında oturatırğan əti ənilərin şidkə oturta. Yəni, hürmetli əti əni, siz öz qızınızına irgə birdiğiz, şid ailəyə birdiğiz. Hazır onun familiyası da bulur başqa, hazır ol başqa idə də tıraşaq, həm anda şuşa başqa idə başqa gadətlər də bulurğa mümkün. Əyi, əni ol ömürgə əni bulub qala, əti ol ömürgə əti bulub qala. Və lakin Rasulullah sallallahu aleyhi və səlləm hadis şəriflərində nərsədir? Əgər də Rabbimiz Allah rüxsət etsə, Allah'dan başqa birər kişiyə səcdə qılırğa dip, mindi xatına öz irinə səcdə qılsın dip qarar qılır idəm deyir Rasulullah sallallahu aleyhi və səlləm. Cəmiyyət rüxsət bulsa, yəni irinin şu xatlı dərəcəsi, yəni iri aşa, xatın qız, qızığız, sizin qızığız, siz üstürgən qızığız, cənnətkə iri aşağına kirəyəcək. Əgər də iri bəxil bulmasa, iri xatını bilən riza bulmasa, sizin qızığız cənnətkə kirmey. Şul turunda unutmağız. Hürmetli şakirə, hürmetli əti əni, siz qızığızını tapşırdığız. Şul turunda unutmayıq. Əyi, bulğalı, ənilər bir qatı itib qısıla, Huzur TV kanalına da yeşlər yazarlar, nişlik dilər, əni bizdə tıraşikirli, igə qunarğağına qayta, küntün bizdədir, küntün irətədir, küntün nişlətədir, nişlik. Hürmetli əni, hürmetli əti, siz qızını üstərdəgiz, özünüzni də iska alığız, siz yaş vaxtlarında, siz də bəlkə qaynana bilən turdığız. Bəlkə qaynana sizə də beylənən, sizni də iyrətkən, sizə bir qoşadı mı o? Yox. Nişlik bir qısılmağız. Əyi, hazır zamana deyip eytəbiz, hazır progres, telefon, iyrətü, yaşlar başqa közlər bilən qarayın. Əyi, yaşlar siz işləgən xatalarını onlar da işlərgə deyiş. Əyi, siz onlarını yaratasınız, şul xatanı işləməsən ələ deyip iyrətəsiz, no onlar işitmey. Ulanı anlamaz özü qılğanca. Özü şuşu yolunu ötkənçə ulanı anlamay. Şakirə hürmetli əni, siz neşək, əyi, siz izgi tilək bilən, niyət bilən, qızım şuşu xatanı işləməsin, bunu işləməsin deyip iyrətsəgiz də, iyrətməsəgiz də ulanı işləy. Çünki ul nək sizin kopya. Siz mənə yaş çağında nindi buldunuz, neçik siz öz əniyizni tınlamadınız, qızınız da şulay tınlam. Şul turunda anlatmağız. Həm şakirə qanların içməgiz, bir qatı itib beylənməgiz. Əyi, qızını birgəş, cəmiyyət həm bizдің tatar qadəti bizdə bir tübə astında iş buğun tıra idi. Həm bu en yaxşı qadətdir. Əyi, hazırgı megapolis, Qazanda, başqa öz ballarımızını uqırğa jibərə bizdə ballar şuşu üsmir bularaq ailəbizdən kitkəş, ailədə bulğan tərtiblərin көрmey.
öğrenmi, hem şuna göre bir töbe aslında bir neçe buğun tırsa, hem bir-birsinden körüp öğrense, işitse, anlasa, ol hayırlırak. Şuna göre hürmetli kudalar, siz kızını aldınız. Hem sizning ulığız, siz yaratkan ulığız. Siz onu gümürge belekey bala deyip görürsüz. Walakin ol irat, ol üsken, ol hazır o'zi er bulgan. Ol hazır ayrım gaileni qırgan. Vaqti o'tkash ol o'zi de eti bulaşaq. Ko'zingizda ol belekey sabiy bala deyip ko'rinsa da, walakin ol hazır mine siz hürmetli eti nişik yaş vaqtında buldunuz, nişik gurlandınız, min mine hazır gaile başa deyip ol nek şunda yok. Şuna göre onlar sizin bilen tırganda da, belki tırmasalar da, siz bir katı itip onlarga beylenmegiz. Siz bir katı itip nasihatlerin birmegiz. Onlar ezrek, eğer de nasihat sarı iken cevabın birigiz. Sıramı iken bik beylenmegiz. Şunda sizin bilen birge tırsa belki hayırlırak. Şuna göre biz körəbiz, ılık bizde bulgan, Tatar halkımızda bulgan, iler belekey bulsa da, yeşler ilengeç bir belekey pristroy yası idiler. Hazır anı şit illeri de biz körəbiz, kaçan tırışalar bir ile bütün şul nesil tırsın deyip, ebiler bulsun da, etiler bulsun da, yeşler bulsun da deyip, şu şegadetke belki biz de kaytsak hayırlıraktır. Walakin eti eniler avulda, yeşler şehirde, көрмейлер, işitmeylер, özleri şumgan bir mezgilde kızımız gelip, eti mine bit tırıp bulmay, mine ayrım tıra başladık deyip eytirge de mümkün. Şuşu halge kaldırmağız, göz kulak bulağız, köregiz, öğrenigiz, qarağız, walakin bik beylenmegiz. Onlar yeşler, onlar öz hatasını işlesin, walakin talaqqa onlarını getirmegiz. Yalğış, körəbiz qaşan yeş ailelerge kız bala zarlana da şunda enisi kızım qaytdı. Eni bir qaşanda şuşu süzni avuzunuzdan çıkarmağız. Kızım qayt deyip eytüge siz yeş aileni bızdığız. Şol turundan Allah Teala şuşu yoldan yeşlerini saklasın idi. Hem hürmetli eniler sizlerini de saklasın idi. Hürmetli yeşler, siz üstegiz, siz gaile kırdığız, siz akıllı, sizde kızıl diplom, internet, siz bütün dünyanı bilesiz deyip oylaysız. Biz bütünümüz şolaydık, her bir yeşler şu yolunu öte. Walakin ezrek kolaygaş, ezrek qartaygaş, qaralı eti enidir seyteydi bit şolayrak kılsan hayırlırak bulur idi. Onlara ak şeşler şıqqaş, özünüz de əbi babaylara eğlengeç, qaralı hazır eti bulsa onlardan sorar idim nişik işlerge mümkün bana deyip oylarsız. Hem şuşu fikirge gelirsiz. Şol turunda unutmağa cemaat. Şanküle siz yeşler bulsağız da eti eni sizni yarata. Hem onlar sizin için gümür birirge ezer. Hem onlar sizni öğretkende. Qaydır yalgışlık bilen qatırak eytirge mümkünler. Kızım sindiris işlemisin deyip nişiktir aşulanıp eytirge mümkündür. Walakin siz onlarını yaratığız. Onlar da sizni yaratalar. Hem onlar eytken nasihatlerin siz de tınlağız, kulaklarınızı açığız. Çünkü onlar bir qaşanda mine siznin eti enileriniz. Sizge bir qaşanda şer nasihat birmiler. Sizge naşer söz eytmiler. Onlar sizni yaratalar. Ol sizden qaynana bulsa da, öz balasını ol kübrek yaratsa da, walakin ol sizge ışanğan, ol sizge öz ulun tapşırğan, hem şu akıra ol öğretkende de öz gümür ötüp, özü körgen gümürni hesapqa alıp sizge nasihatlerin bire. Şunu unutmağız. Şunu biligiz. Şuna göre enileriniz, etileriniz sizge öğretkende siz nasihatlerini kabul etigiz. Siz közlerini, kulaklarını yummağız, yapmağız. Şunda ola birse bəxtli bularsınız. Çünkü enini tınlağan, qaynanını tınlağan kilin bir qaşanda bəxtsiz bolmay. Hürmetli eti, eni nikahını okuğanda, qazını bölgende enilerge qazının qıyrığını tapşırğanlar. Nerseden? Çünkü halkımızdan gadet. Gadet qayan çıqqan, tecrübeden çıqqan. Bik küp eytesi kile, bik küp iretesi kile. Walakin şuşu qıyrıqını iska alıp, ezrek tınışqına da oturup durağız. Sizge de eni silegen, sizni de iretken, siz bütünüsün işittigiz miken, bütünüsün ötedigiz miken? Elbette yok.
Алар да шундай. Ишетә икән әйтегез, ишетми икән бәйләнмәгез. Шунда Алла бирсә, бәхет тә булыр. Сез дә, сезнең дә нервларыгыз исән калыр, яшьләрнең дә каннарын эчмисез. Алла исән саулык, бәхет, бәрәкәт бирсен. Нәсихәтне тыңлаган чакларда, ишеткән вакытларында бирик, җәмәгател муслимин.